Salam əziz müəllimlər. Bugün sizlərlə ə, əsasən də sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə bir sıra suallara baxacağıq. Ə, Deməli, başlayaq sualların izahına. İlk sualımızda deyilir ki, insanın onurğa sütunundakı fəqərələrin minimum sayını m kimi qəbul etsək, aşağıdakılardan hansı doğru ola bilər? Biz bilirik ki, onurğa sütunumuzda 33-34 fəqərə vardır. Minimum sayını dediyinə görə, biz 33 nəzərdə tutacağıq. Yəni m-i 33 desək və verilən cavablarda yerinə qoysaq, doğru olan variantın hansı olduğunu tapmış olacaq. Demək ki, m-in yerinə 33 qoysaq, 33 çıx 26. Deməli, burada say qalacaq 7. Baxıram, döş fəqirələrinin sayı, döş fəqirələrinin sayı 7-dirmi? Deyil. Demək ki, bu variant yanlışdır. Daha sonra B variantında 33 çıx 12. Deməli, burada qalacaq cavabımız 21. Boyun və bel fəqərələrinin cəmi 21-dir. Xeyr, boyun bel fəqərələrinin cəmi 21 olmayacaqdır. Boyun 7, bel fəqərəsi 15, cəmi 12 olacaqdır. C variantına baxsaq, 33 çıx 5. Deməli, bizə verəcək bu 28. Oma və büzdün fəqərələrinin sayının 28 olduğunu deyə bilərikmi? Xeyr, deyə bilmərik. Ona görə bu da yanlışdır. D variantında 33 böl 11 cavab olacaq 3. Döş fəqərələrin sayı 3-dürmü? Xeyr, 12-dir. Ona görə bu da doğru olmayacaq. Y variantına baxdığımızda 33 çıx 28 qalır 5. Bel fəqərələrin sayı 5-dirmi? Bəli, bel fəqərələrin sayı 5-dir. Ona görə doğru cavabımız olacaq Y variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımıza baxaq. Cədvələ əsasən M plus N cəmini deyir hesablayın. Tamam, hesablayaq. M olaraq bizə nə verilib? Sinir toxumasının müəyyən sahəsində olan hüceyrə sayı. Biz bilirik ki, sinir toxuması, sinir hüceyrələri, bir də pek hüceyrələrindən ibarətdir. Və bizə əlavə olaraq verib nə? Bu sahədə olan aksonların sayı. Biz bilirik ki, pek hüceyrələrində akson olmaz, sadəcə sinir hüceyrələrində olacaqdır. Və bu sahədə olan pek hüceyrələrinin sayını n olaraq vermişdir. Əgər ki, sinir hüceyrələrinin aksonları yəni 80 veribsə, demək ki, sinir hüceyrələrinin sayı nə qədərdir? Sinir hüceyrələrinin sayı olacaq 80 və buna uyğun olaraq 10 dəfə çox peyk hüceyrələri olacaq, yəni 800 və sinir toxumasına aid olan bu iki hüceyrəni bir arada götürəcəyik. Yəni, m-imiz olacaq nə? 880 və bu sahədə olan peyk hüceyrələrin sayı n olaraq verilib. Yəni, 800 toplayacaq və cavab olacaq 1680. Demək ki, doğru cavab nə oldu? A variantı. Daha sonra keçək növbəti sualımıza. Bir insan deyir, idman etdikdən sonra onun nəbzi 1 dəqiqədə 120 vurğu olaraq qeyd edilmişdir. Bu vəziyyətdə həmin insanın bir ürək siklinə sərf olunan zaman neçə saniyə olar? Biz bilirik ki, 1 dəqiqədə ürək döyüntüsü nə qədər olur? 75. Bu amma deyir ki, 1 dəqiqədə 120 vurğu olur. Biz ürək siklini necə tapırdıq? Yəni, bu 1 dəqiqəni 60-ı bölürdük nəyə? 75-ə. Amma burada nədir? 120 olduğuna görə bu səfər 60-ı 75-ə yox, şərtdə verilən ürək vurğusu sayına, yəni 120-yə böləcəyik. Cavab olaraq qalacaq nə? 0,5 saniyə, yəni B variantı. Daha sonra keçək növbəti sualımıza. Deməli, sakit halda insanın ürəyinin aypara qapaqlarının açıq qalma müddəti
30 saniyə olmuşdur. Bu müddət ərzində qulaqcıqların stolasına nə qədər zaman sərf olunar? 1 dəqiqədə ürək 75 dəfə döyünərsə. Bu normal döyünmədir. 1 dəqiqədə 75 döyünmə və aypara qapaqlarının açıq qalma müddətini soruşur bizdən. Yəni mədəciklərin stolasını soruşur. Stola deməli 0,3 saniyə çəkəcək mədəciklərin stolası. E, və bizə isə deyir 30 saniyə bu baş verib bu stola. Demək ki, e, 0,8-in 0,3-ü açıq qalırsa, e, 30 saniyə açıq qalıbsa, demək ki, nə qədər olub ümumi keçən vaxt? 30 vur 0,8 böl 0,3. Mən bunları ixtisar eləsəm, qalacaq nə? 30 vur 8 böl 3. O da bərabərdir nəyə? 80-ə. Demək ki, ümumi vaxt 80 saniyə çəkmişdir. Və bu müddət ərzində qulaqcıqların stolası nədir? 0,1-dir. Yəni 0,8-in 0,1-i qulaqcıqlar stolasına sərf olunubsa, 80 saniyənin isə nə qədər stolaya sərf olunduğunu tapacaq. Deməli, burada nə olacaq? 80 vur 0,1 böl 0,8 yenə ixtisar gedəcək və 80 böl 8 buradan da qalacaq nə? 10 saniyə. Demək ki, doğru variantımız olacaq C variantı. Daha sonra baxaq növbəti sualımıza. Ee, Daha sonra baxaq növbəti sualımıza. Ee, Ananın qan qrupu hər iki əlamətə görə heterozigot. Ata isə 0, yəni o, RH negativ. Olarsa uşaqların 2 müsbət olma ehtimalını hesablayın. Deməli, bizə ananın qan qrupunu heterozigot olduğunu deyir, yəni A0. Burada bunun, belə deyək, böyük yer, kiçik yeri var. Çünki hər iki əlamətə görə heterozigot deyir. Qan qrupu həm də rezus amili. Bu nə edir? Çarpazlaşır. Birinci qan qrupu mənfi ilə, yəni kiçik yerlə. Bu zaman mənə ana hansı qametlər verəcək? A böyük yer, A kiçik yer, A daha doğrusu bu zaman o artıq A-ları verdi. A-lar mənə verə biləcəyini verdi. Daha sonra baxıram nəyə? O-ya. O geni üzərindən. O böyük yer, o kiçik yer. Digər ata bizə nə verəcək? Sadəcə o kiçik yer. Bunları mən bir-biri ilə çarpazlaşdırsam, alınacaq nə? AO böyük yer, kiçik yer. AO kiçik yer, kiçik yer. O böyük yer, kiçik yer. O kiçik yer, kiçik yer. Mənə nə deyir? Deyir, uşaqların 2 müsbət olma ehtimalı tapın. Deməli, mən baxıram, birinci uşaq nədir? 2 müsbət. İkinci uşaq 2 mənfi, üçüncü uşaq 1 müsbət, dördüncü uşaq 1 mənfi. 4 fərdim var və buradan sadəcə bir dənəsi verilən şərtə uyğundur, yəni 4-dən 1. Ona görə cavabımız olacaq nə? B variantı. Daha sonra baxacaq nəyə? Növbəti suala. Orta yaşlı sağlam insanın ürək sikli 1 dəqiqədə 60 dəfə döyünür və o bu müddət ərzində 12 tənəffüs hərəkət edir. Bir tənəffüs hərəkəti zamanı neçə ürək sikli baş vermişdir? 1 dəqiqədə 1 dəqiqədə 60 dəfə döyünürsə, demək ki, hər sikl 1 saniyə çəkmişdir. Sikl 1 saniyə
çəkmişdir. 1 saniyə. Saniyə. Ə, və bundan sonra baxıram nəyə? O bu müddət ərzində 12 tənəffüs hərəkəti edir. Və hər sikl 1 saniyə çəkirsə, ümumi bu müddət ərzində 1 dəqiqədə 12 tənəffüs hərəkət edirsə, bir tənəffüs hərəkət zamanı neçə ürək sikli baş verər? 60-ı bölərəm 12-yə, 12-yə, 60-ı bölərəm 12-yə, daha doğrusu, qalar nə? 5. Demək ki, mənim bir tənəffüs hərəkətim nə qədər çəkib? 5 saniyə çəkib. Və bir tənəffüs hərəkəti zamanı zaten neçə ürək sikli baş verər deyir. 5 saniyə çəkibsə, hər saniyədə bir sikl baş verirsə, 5 vur 1 bərabərdir. Demək ki, nə olacaq? 5. Yəni, doğru cavab C variantı. Daha sonra baxacaq nəyə? Növbəti suala. Tənəffüs havasının miqdarını n ilə işarə etsək, tamam, bu 500-ü n ilə işarə eləyərəm. Daha doğrusu nə deyir? Daha sonra nə deyir? Əlavə hava, ehtiyat hava. Əlavə hava 1500, ehtiyat hava nədir? 1500. Bu ifadənin qiymətini tapın. Əgər mən 500-ə n demişəmsə, 1500-ə nə deyərəm? 3n, digər 1500-ə də 3n deyərəm. Toplayaram bunları, eləyər nə? 6n. Demək ki, doğru cavabımız nə olacaq? A variantı. Daha sonra baxaq növbəti suala. Normal halda insanda tənəffüs hərəkətlərinin sayı 32 olarsa, normalda biz bilirik ki, 16-dır, bu isə deyilir 32 olarsa. Bu müddətdə xaric olan oksigen və karbon qazının fərqini hesablayın. Üzr istəyirəm, bu normal halda insan tənəffüs hərəkətlərinin sayı 32 olarsa. Yəni, bu bir anormallıq deyil. Sadəcə 32 tənəffüs hərəkəti müddətində deyir. Nə qədər oksigen və karbon qazı xaric olub. Yəni, bunların fərqini soruşur. Deməli, 16 tənəffüs hərəkəti 1 dəqiqədə baş verir. 32 tənəffüs hərəkəti nə qədərdə baş verəcək? 2 dəqiqədə baş verəcək. Biz bilirik ki, xaric olan oksigen bir tənəffüs hərəkətində nədir? 80. Ona görə mən vuraram 32-ni 80-ə. 32-ni 80-ə vuraram. Alaram. 32 vur 80. 2560. 2560. Daha sonra baxaram karbon qazının fərqini hesablayın deyir. Çıxan karbon qazı. Çıxan karbon qazı nədir? 20 20 olduğundan 32 yenidən vuraram 20-yə. O da eləyəcək 32 vur 20, 640 eləyəcək. Deməli, 640 edəcək. Daha sonra mən bunların fərqini hesablasam, 2560-dan çıxacam, 2560-dan çıxacam 640-ı. O da eləyəcək, çıxacam 640-ı, o da eləyəcək nə? 1920. 1920. Demək ki, cavabımız nə oldu? B variantı. Daha sonra baxaq nəyə? Bu rəqəmləri mən, belə deyək, biraz da yorğunam, üzrü sayın. Kalkulyatorla tez hesablayıram ki, həm səhvlik olmasın, həm də tez başa gəlsin deyə. Ona görə gecikmələr olur bu şəkildə. Daha sonra baxaq nəyə? Növbəti sualımıza. Sakit halda ağciyər alveollarından qana keçən oksigenin miqdarı 2250 ml olarsa, bu müddət ərzində böbrəklərdən neçə litr qan keçər? Mən bilirəm ki, alveollardan qana keçən oksigen, nəfəs alarkən qanımıza keçən oksigendən bəhs edir. Bu nə qədərdir? 25. Bu isə şərtdə deyir 2250-dir. Demək ki, mən neyniyəcəm? 2250 böl 25, 2250 böl 25. Eləyəcək nə? 90. 2250-i 25-ə böldükdən sonra 90 aldıq. Demək ki, 90 dəfə
tənəffüs edib. E, Bir dəqiqədə isə deyir 16 tənəffüs hərəkəti baş verir. E, Deməli 90 tənəffüs hərəkəti olubsa 90 böl 16 bu da bərabərdir nəyə? 5-ə. Ə, Yəni 5 dəqiqə 5 dəqiqə müddət keçir. 1 dəqiqədə 1 litr böyrəklərdən qan keçir. 5 dəqiqədə isə olacaq nə? 5 litr. Cavab olacaq D variantımız. Daha sonra baxaq növbəti sualımıza. Aşağıdakı qrafikdə ağciyərin həcminin zamana görə dəyişməsi göstərilmişdir. Bu məlumata əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? Ağciyərin həcmini verib qrafik aşağıya doğru yönlənilir zaman keçdikcə. Demək ki, nədir? Yanda qeyd olunub zaten ağciyərin həcmi deyə. Ağciyərin həcmi azalır. Demək ki, mən 0T1 aralığında buna uyğun bir cavab axtaracağam. 0T1 aralığında nəfəs alma baş verir. Nəfəs alma zamanı ağciyərin həcmi azalmaz. Əksinə artar. Ona görə bu A variantı yanlışdır. T1, T2 aralığında. T1, T2 nədir? Bu zaman görürəm ki, ağciyərin həcmi artıb. Demək ki, buna uyğun bir cavab axtarmalıyam. T1, T2 aralığında nəfəs vermə baş verir. Xeyr, T1, T2 aralığında əksinə nəfəs alma baş verir ki, ağciyərin həcmi artıb. Demək, bu da yanlışdır. 0T1 aralığında diafraqma yastılaşır. Qabırğası əzəllər yığılır. 0T1 nədir? Bu nəfəs vermədir. Nəfəs vermədə diafraqma yastılaşmaz. Əksinə kümbəz şəklini alar və aşağı hissədən ağciyər sıxıb içərisindəki havanın xaric olmasına köməklik göstərər. Ona görə bu da yanlışdır. D variantına baxdığımızda T1, T2, yəni bu nəfəs alma zamanını deyir. T1, T2 aralığında tənəffüs əzələləri yığılır, döş qəfəsi genişlənir. Bəli, bu doğru cavabdır. Çünki bu zaman nəfəs alma prosesi baş verəcək və bu qeyd edilənlər baş vermiş olacaq. Y-də isə nə deyir? Hər iki mərhələdə ağciyər həcmi sabit qalır. Xeyr. Zaten özü göstərir ki, ağciyər həcmi azalıb 0T1 aralığında. T1, T2 aralığında isə artıbdır. Deməli, növbəti suala baxaq. Burada doğru cavab üzərindən xətt çəkmişəm yanlışlıqla. D variantı olacaq. Deməli, növbəti suala baxaq. Sarı cisim qana 308 gün hormon sintez edərsə neçə ovulyasiya baş verər və neçə yönəlci cisimcik əmələ gələr? Biz bilirik ki, sarı cisim 28 günlük sikl şəraitində 14 gün deməli hormon sintez edəcək. Ona görə mən 308 verilən bu günü 308-i və böləcəm nəyə? Bir siklə, yəni bu 28 gün ərzində həmin hormon ifraz etdiyi 14 günə. 308 gün bölünsün 14 günə. 308 böləndə 14-ə böl 14 qalacaq nə? 22. 22 deməli 22 dəfə həmin bu 28 günlük sikl baş verir. 22 dəfə ovulyasiya baş verib, yumurta hüceyrəyə yetişib. Və demək ki, mənim ovulyasiyam 22 olacaq və bu zaman əmələ gələn bu yumurta hüceyrə biz bilirik ki, bir yumurta hüceyrə 3 yönəlci cisimcik əmələ gətirir. Demək ki, 22 yumurta hüceyrə əmələ gətirəcək nə? 66 yönəlci cisimcik. Demək ki, mənim ovulyasiya sayım 22 və əmələ gələn yönəlci cisimcik sayım olacaq 66. Daha sonra baxaq növbəti suala. Deyir, eyni vaxtda mayalanmada 4 qamet iştirak etmişdir və 4 uşaq dünyaya gəlmişdir. 4 qamet, 4 uşaq. Hə, 4 qamet, 4 uşaq olubsa, burada deməli əkiz olanlar da var. Ona görə bu şəkildə olub. Buna əsasən aşağıdakı ifadələrdən hansı doğru deyil deyir. Deməli deyir, bir qız 3 oğlan ola bilər.
Bir qız, üç oğlan ola bilər. E, tamam, iki qametin birləşməsindən e, əmələ gəlsin, deyək ki, 3 dənə oğlan əkiz, digər iki qametin birləşməsindən də bir dənə qız əmələ gəlsin. Ha, ola bilər. Bunun əksini də desə, yenə də doğrudur, onsuz da. B-yə baxaq. Eyni cizsi ə, uşaqların sayı bərabər ola bilər. Bərabər ola bilər. Bərabər ola bilər. Ola bilər, bəli. Bəli, ola bilər. Ə, ciyərlərin sayı qametlərin sayından çox ola bilər. Ciyərlərin sayı qametlərin sayından çox ola bilər. Əgər bu 4 qametin iştirakından 4 uşaq əmələ gəlibsə, ə, 4 uşaq əmələ gəlibsə, bunun deyək ki, yəni minimum lap ikisini eyni yumurta əkizi götürüm, ikisini də müxtəlif yumurta əkizi götürüm. Və yaxud da zaten hər hansı bir halda ciyələrin sayı qamət sayından çox olmayacaq da. Burada nə qədər də olsa, nə qədər də olsa, yəni 3 dənə deyək ki, oğlanı ekiz kimi və ya 3 qızı ekiz kimi bir dənəsini ayrıca götürsəm, yəni iki qametin birləşməsindən deyək ki, 3 ekiz oğlan və yaxud da 3 ekiz qız əmələ gəldi. Digər iki qametin birləşməsindən də bir dənə oğlan və yaxud da qız əmələ gəldi. E, burada bu ekiz olanlara bir ciyə düşəcək. E, ciyələrin sayı. Yox, 4 3 uşağa 3 ciyə düşəcək. Üzr istəyirəm. Ciftlə ciyəni burada qarışdırdım. C və D variantlarını. Ciyələrin sayı deməli nə olacaq? Nə qədər uşaq varsa, o qədər də ciyə olacaq da. 4 uşaq varsa, 4 dənə də ciyə olacaq. Vəssalam. D variantında deyir, ciflərin sayı oğlanların sayına bərabər ola bilər. Ciflərin sayı oğlanların sayına bərabər ola bilər. Deyək ki, 2 dənə oğlan olsun, əkiz olaraq 2 dənə oğlan olsun. Digəri də müxtəlif yumurta olsun. Ciflərin sayı oğlanın sayına bərabər ola bilər. Bu yanlış, bu doğru olacaq. Ciflərin sayı oğlanların sayına bərabər olar, bəli. Uşaqların hamısı eynisi ola bilər. Uşaqların hamısı eynisi bu da ola bilər. 4 dənə oğlan əmələ gələ bilər buradan. 4-ü də məsəl üçün qız əmələ gələ bilər. Burada da bir problemli vəziyyət yoxdur. Ə, bir daha baxaq. D variantına ciflərin sayı oğlanların sayına bərabər olar. Bəli, bu da doğrudur. Ola bilər. Amma ciyərlərin sayı qametlərin sayından çox ola bilər fikri yanlışdır. Çünki burada 4 dənə qamət var. 4 dənə qamət var. 4 dənə də uşaq var. 4 dənə uşaq varsa, avtomatik mən bu ekiz olsun, nə bilim, ayrı-ayrı olsun, fərqi yoxdur. Hansı vəziyyət olsun, ciyə zaten uşaq sayına bərabər olacaq. Maksimum 4 uşaqdırsa, 4 dənə ciyəm var. Zaten qamət sayında 4 veribdir də burada. Demək ki, mənim nədir? C variantı yanlış olacaqdır. Daha sonra baxaq nəyə? Eyni vaxtda doğulmuş əkizlərdən üçü qız, biri isə oğlandırsa, maylanmada minimum və maksimum neçə qametin iştirak etmə ehtimalı var? Eyni vaxtda doğulmuş əkizlərdən üçü qız, biri isə deyir oğlandırsa, maylamada minimum və maksimum neçə qametin iştirak etmə ehtimalı olacaqdır. Deyək ki, minimum götürsək, bu 3 qızı mən eyni yumurta əkizi kimi götürərəm. Eyni yumurta əkizi kimi götürərəm və burada 2 qamət iştirak edər. Bu 3 qızı əmələ gətirər. Daha sonra 2 qamət birləşər. Neyniyər? Bir dənə həmin oğlanı, bir oğlanı əmələ gətirər. Bir oğlan. Buraya yazaq. Oğlan, 3 qız. Deməli.
Bu halda mən baxıram ki, nə qədər qametim oldu? 4 dənə qametim. Minimum 4, maksimum soruşsa bunun hərəsinin ayrıca qametlərin birləşməsi nəticəsində əmələ gəldiyini nəzərimdə tutaram. Ə, və hər bir, belə deyək, uşağın əmələ gəlməsi üçün 2 qamet iştirak etmiş olar. 4 uşağın əmələ gəlməsi üçün isə 8 qamet iştirak etmiş olar. Demək ki, mənim minimum 4, maksimum 8 qametim olmuş olacaq. Daha sonra baxaq nə? Əti bişirdikdən sonra tərkibində maksimum 17 qram B qrupu vitaminləri qalmışdır. Bişirilməzdən öncə ətin tərkibində neçə qram B qrupu vitaminləri olmuşdur? Bişirəndən sonra deyir nə qədər qalıb. Ə, Maksimum da deyir tərkibində maksimum 17 qram B qrupu vitaminləri qalıb. Biz bilirik ki, burada itirilmə nə olur? 15-60% olur. 15-60% olursa, demək ki, maksimum qalmaq üçün mən itirilməni minimum götürməliyəm. İtirilməni minimum götürmüşəmsə, yerdə qalanım, bu 17 qramım, 100%-in 15% gedəndə qalır nəyi? 85%. 17 qramım 85% olacaq. 100%-im nə qədər olacaq? 100 vur 17 böl 85. Oradan da 5 qalacaq. 100 böl 5 bərabərdir 20-yə. Demək ki, mənim 100%-lıq B qrupu vitaminim 20 qram imiş. Daha sonra baxaq növbəti suala. Cədvəldə qida məhsulları qaynadıldıqda B qrup vitaminlərinin dəyişilməsi göstərilmişdir. Tamam. Verilmiş məlumata əsasən M və N-in qiymətlərini tapın. E, Qidanı verib, həm ət verib, həm də e, bitki verib bizə. Deməli, biz ətdə dedik zaten nədir? 15-60. 15-60%dir itirilmə. Bitkidə də nə qədər olacaq? 20% olacaq. Əgər qaynadılmamış məhsul ət 20 milliqram veribsə, qaynadılmış məhsul minimum. Minimum deyirsə mən artıq itirilməni nə ilə götürəcəm? Maksimumla götürəcəm. Maksimumla götürürəmsə 60% itirəcək, qalacaq nə? 40%. 20 milliqramı mənim 100%lıq olan hissəmdir. 40%lik olan hissəmi tapanda isə 40 vur 20 böl 100, oradan da x bərabər də qalacaq 8. Demək ki, enim nə imiş? 8. Daha sonra baxıram yer kökünə. Yer kökü M verib qaynadılmamış halda. Qaynadılmışda isə minimum şəkildə 24 milliqram verib. Deməli 20%-in itiribsə, 20%-in itiribsə, qalıb bu nədir? 24 olan 80%-indir. 24 80%-indirsə, 100%-ımı tapmaq üçün bu şəkildə tənasüb qururam. 100 vur 24 böl 80, 100 vur 24 böl 80. Buradan sıfırlar gedəcək. 8 ilə 24 qalacaq 30. Deməli, M-im nə imiş? 30. Və cavablara baxdığımızda N bərabər 8, M bərabərdir 30 cavabını seçəcəyik. A variantı. Daha sonra baxaq. Daha sonra sualımız qalmadı. Suallarımız bundan ibarət imiş. Mümkün qədər, belə deyək, açıqlayıcı şəkildə sualları izah etməyə çalışdım. Ümid edirəm ki, sertifikasiyaya hazırlaşan müəllimlər üçün az da olsa bir qatqıda bulunmuş oldum. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, belə videolar davamlı şəkildə gələcəkdir. Sağ olun, salamat qalın.